Selamünaleyküm hörmətli məni dinləyənlər. Hal-hazırda mən Şəmkir rayonunun Diyarlı kəndində bizim şəhidimiz, vətən şəhidimiz Əliyev Rövşən İsrafiloğlu'nun il dönümüdür, anım günüdür. Onun ziyaretine gelen müəllim kollektivi, şagird balalarımız bir yerde şəhidimizi ziyaret edirlər. Mən Şəmkir rayon İctimai Nəzarət Təşkilatının sədri olaraq nəzərinizə çatdırım ki, şəhidimizin ziyaretine kəndimizin çabanları, kəndimizin ağsaqqalları, ağbirçəkləri şəhidimizi ziyaret edirlər. Sağ olsun evlatlarımız, balalarımız. Gələcəyimiz olan bu şagirdlər vətənpərvəri ruhunda tərbiyə olunurlar. Allah saxlasın, Allah qorusun. Şəhidimiz Əliyev Rövşən İsrafiloğlu vətənimiz uğrunda, torpağımız uğrunda canından keçib şəhid olub. Allah cəmi şəhidlərə rəhmət eləsin. Allah şəhidlərimizin ruhunu şad eləsin. Şəhidlərimiz bizim baş tacımızdır. İnşallah.